Axirət zamanın əlamətlərindən, nişanələrindən biri də, məxsusən cəmiyyətin mübtəla olduğu bəlalardan biri də budur ki, övladlar və onların ataları. Bir gün Peyğəmbərimiz məsciddən çölə çıxanda bir dəstə cavan uşaqları gördü. Körpə uşaqları gördü. 5-6 yaşında, 10 yaşında uşaqları gördü. Buyurdu ki, "Ən-nəzara ilə bə'zil ətfal fəqal veylun li avladi axir zaman min abaihim." Peyğəmbərimiz üzünü tutdu bu uşaqlara. Buyurdu ki, vay olsun axirət zamanda yaşayan ataların övladlarına. Sahablar gördü ki, Peyğəmbər bu uşaqlara baxıb sözü deyir. Fəqilə ya Rəsulallah min abaihumul müşrikin. Ya Peyğəmbər, məgər axirət zamanda yaşayan övladların, uşaqların, ataları müşrik olacaqlar, ona görə vay olsun onlara. Fəqal, lə, Peyğəmbər buyurdu ki, xeyr, ataları müşrik olmayacaqlar. Min abaihumul mu'minin. Axirət zamanda yaşayan o uşaqların ataları müsəlman olacaqlar. La yuallimunahum şey'an minel faraid. Lakin övladlarına Allahın şəriətindən, qayda qanunundan öyrətməyəcəklər. Yəni ata uşağın başına salmayacaq ki, oğul namaz vacibdir, oğul oruc vacibdir, şərab haramdır, qumar haramdır, söyüş haramdır. Və daha müsibətlisi budur ki, və izə təallamu əvladahum məna'uhum. Daha da müsibəti budur ki, Peyğəmbərimiz buyurur ki, əgər ata ki, övladını öyrətmədi bu vacibatla, ki, vay olsun ona. Amma daha müsibətlisi Peyğəmbərimiz buyurur ki, budur ki, əgər övlad özü, misal deyirəm, əgər namaza başladısa, bir hicaba daxil olmaq istəyirsə, bir dənə qız uşağı istər ki, hicaba daxil olsun, hicab taxsın başına, ata övladın ondan çəkindirə. Peyğəmbər buyurur ki, vay olsun o atanın halına. Axirət zamanda yaşayan atalara vay olsun ki, onlar övladlarına vacibat öyrətmədilər bir. Halalı, haramı öyrətmədilər bir. İkinci vay olsun ona o ataya ki, misal deyirəm, görürsən, bəzən cəmiyyətimizdə çox hadisə baş verir. Görürsən, misal deyirəm, bir qız uşağı istəyir ki, hicaba daxil olsun. Görürsən, ata deyir ki, mən razı olmaram, sən hicaba daxil olursan. Bir ata ömür billah özün alnına qoyub, möhrə səcdə eləməyib, məqsəd daxil olmayıb. Amma görürsən, uşaq gəlib yetkinlik yaşından namaz qılmaq istəyir. Ata övladı namazdan neyini çəkindirir. Ata deyir ki, qızım sən icaba görsən, sən mənim qızım deyilsən. Bu axirət zamanın əlamətlərindən.